Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda çoxlarının dilə gətirmədiyi, amma içində gizlicə yaşadığı bir mövzu haqqında danışacağım. YouTube'da videoların baxış sayının azalması. Bəzən oturursan, bəlkə saatlarla video çəkirsən, montaj edirsən, hər şeyi mükəmməl etməyə çalışırsan, yükləyirsən və sakitlik. 10 baxış, 20 baxış, şərh yoxdur, like yoxdur və sən öz-özünə sual verirsən. Mən nəyi səhv etdim? Əslində problem səndə deyil. Gəlin düzünü deyək. YouTube dəyişib. Bu artıq o platforma deyil ki, sadəcə istedadlara gəlib çıxasan. İndi burada algoritma hökmdarlıq edir. Əgər algoritm səni bəyənmirsə, videonu heç kimə göstərmir. Videonun keyfiyyətindən asılı olmayaraq. Amma başqa bir tərəfi də var. İzləyici də dəyişib. Artıq insanların diqqəti 10 saniyədən artıq bir şeyə çatmır. Əgər 5 saniyədə maraq doğura bilmirsənsə, keçirlər. Qısa, sürətli, effektli. Bax, indi belə kontentə ehtiyac var. Amma bu o demək deyil ki, sən öz yolundan dönməlisən. Baxış sayı az olsa da, əgər sən həqiqətən nəsə demək istəyirsənsə, dəyərli bir mesajın varsa, sənin üçün 5 nəfər də kifayət edər. Çünki bu 5 nəfər səni anlamış olacaq. Bu videonu izləyən hər kəsə demək istəyirəm. Əgər sən də YouTube'dan barıza aparırsansa, təslim olma.